100 il sonra təxminən 2125-ci ildə hamımız yaxınlarımız və dostlarımızla birlikdə dəfn olunacaq. Bizim o qədər zəhmətlə tikdiyimiz evlərdə bizim üçün tamamilə yad insanlar yaşayacaq və həyat boyu toplayıb yığdıqlarımızın hamısı onların olacaq. Nəsillərimiz çox güman ki, biz haqda bilməyəcəklər. Gəlin dürüst olaq, bizdən hansısa birimiz öz ulu babasının atası haqda bilir. Biz getdikdən sonra bir neçə il ərzində bizi xatırlayacaqlar. Biraz sonra isə hekayələrimiz, foto şəkillərimiz, etdiklərimiz zibil qutusuna atılacaq. Daha sonra isə tanışlarımızın hamısı dünyadan köçdükdə digər insanların xatirəsində belə qalmarıq. Əgər dayanıb düşünsək, nə qədər yanlış olduğunu anlayacaq. Cəlb edici görsənən, daha çox sahib olmaq, parıltılı şeylərin dalınca qaçmaq arzusu nə qədər boş və cahildir. Biz bunlara həmişə vaxt olmadığını düşünərək bunların hamısını itirdik. Ailə ilə gəzintiləri, qucaqlamaları, yaxınlarla söhbətləri və s. Halbuki sonunda vacib olan təkcə bunlardır.